Dəhşətli bir hadisə yaşandı bugün. Milli Onkologiya Mərkəzində partlayış törədildi. Baş prokurorluqdan verilən məlumata görə bugün saat 14 radələrində Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 38 yaşlı Əliyev Mübariz Sahiboğlunun qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin radiologiya şöbəsində partlatması nəticəsində həkim Nəsirov Asif Akifoğlunu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ağır bədən xəsarətləri alan Asif Nəsirovun isə müalicəsi xəstəxanada davam etdirilir. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Aidiyyəti hüquq mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq əməliyyat qrupu tərəfindən tibb sahəsində ekspertin iştirakı ilə isti izlər əsasında hadisə yerinə baxış keçirilib. Cinayətin izlərini əks etdirən maddi sübutlar müvafiq qaydada götürülüb. Meyidin daxili və xarici müayinəsinin aparılması üçün məhkəmə tibbi ekspertizası təyin olunub. Habelə digər zəruri prosessual hərəkətlər icra olunub. Fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq dərhal Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29-120.2.4 ümumi təhlükəli üsulla adam öldürməyə cəhd və 228.1-ci qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə hadisənin baş vermə şəraiti və səbəbləri, partlayıcı maddənin əldə edilmə mənbəyi və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində aidiyyəti hüquq mühafizə orqanları ilə birgə zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir. Bugün paytaxtın Yasamal rayon ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub. Yenavaz.com Qafqaz İnfo adlı xəbər verir ki, otaqların birində partlayış olması barədə məlumatlar yayılıb. Məlumata görə orada olan xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib. Bir həkim xəsarət alıb. Hüquq mühafizə orqanları hadisə yerinə cəlb olunublar. Hazırda faktla bağlı araşdırma aparılır.